həm MIQ, həm sertifikasiya, həm də qəbul tipində bir genetik məsələ ilə qarşınızdayıq. Yəni bu elə bir tipdir ki, hər yerdə qarşınıza çıxa bilər. O dərəcədə yəni genetikanı əhatə edir. Məsələdə nə deyir? Deyir ki, qısa ətraflılıq toyuq cinslərin birində dominant əlamətdir. Onda mən avtomatik böyük yanı yazıram qısa ətraflılıq. Çünki dominantdır. Qısa da ətraf yazaq. Qısa ətraf. Homozigot dominant cücələr irsi qüsurlarına görə embrional dövrün axırında məhv olurlar. Bu dominant əlamətdirsə, mən bilirəm ki, qısa ətraflılıq onda bir olacaq böyük ya vəziyyətdə. Bir də olacaq böyük ya kiçik ya vəziyyətdə. Bunların ikisi də qısa ətraflıdır. Çünki A var və A da dominantdır. Və mənə deyir ki, homozigot dominant cücələr irsi qüsuruna görə artıq embrional dövrdə məhv olur. Yəni ümumiyyətlə əmələ gəlmir. Deməli mənim əlimdə qısa ətraflılığın yeganə genetik materialı böyük ya kiçik yadır. Onda kiçik ya nə qalır? Uzun ətraflılıq. Kiçik ya da olsun uzun ətraf. Uzun ətraf. Ardından nədir? Qısa ətraflı toyuq yetişdirən təsərrüfatda. Yəni təsərrüfatdakı toyuqlar və xoruzlar qısa ətraflıdır. Yetişdirən təsərrüfatda inkubatorda 9000 cücə alınmışdır. Yəni ki, böyük ya kiçik yanı çarpazlaşdırırıq. Böyük ya kiçik yayla bu inkubatordan 9000 cücə alınmışdır. İndi bu inkubatordan biz bu çarpazlaşdırmadan hansı genetik materialları alırıq biz? Böyük ya kiçik ya. Kiçik ya, yəni böyük ya, bu demək ki, yeni böyük ya kiçik ya və kiçik ya. Yəni çarpazlaşdırmadan kiçik ya genetik materialını alırıq. Və məsələn şərtinin əvvəlində dediyi kimi böyük ya, yəni dominant homozigot genetik materiala malik fərdlər artıq embrional dövrdə məhv olur. Yəni belə bir fərd ümumiyyətlə bizim nəzərimizə alınmamalı. Çünki bu əmələ gəlmir də, bu yumurtadan cücə çıxmayacaq. Ona görə biz bunu silirik. Heç gözümüz görməsin bunu. Əlimizdə qaldı bu 3 dənə genetik material. Daha doğrusu 3 ədəd 2 növ genetik material. Bunlardan, yəni bu cücələrin hamısı bu genetik materiallara malikdir. Yəni 9000 cücə bu genetik materiala aiddir. Ona görə mən deyirəm ki, bax bunların sayı 9000'dir. 9000'dir. Və deyir bunların arasında nə qədər qısa ətraflı cücə alınmışdır. Qısa ətraflılıqda dominant deyil miydi? Dominantsa mən bax bu 2 dənəsinin üstünə xaç çəkərəm. Deyirəm bax bu 2 dənə, yəni bu üçündən bu 2 dənəsi qısa ətraflıdır. Onda 3'də 2'si qısa ətraflıdır. Yəni 9000'in ümuminin 3'də 2'si qısa ətraflıdır. İxtisarımızı aparırıq və cavab alırıq 6000. Deməli 9000'in 6000'i qısa ətraflı cücə olacaqdır. 3000'i isə uzun ətraflı cücə olacaqdır. Yəni 3'də 1'i isə uzun ətraflı olacaqdır. Bu şəkildə həll edirik bu məsələni. Ümid edirəm sizə aydın oldu və qarşınıza çıxdıqda çox asanlıqla həll edəcəksiniz.